Salam uşaqlar, artıq imtahanın vaxtı gəldi çıxdı. Bir gün sonra demək olar ki, bir gün qalıbdı imtahana. Düşüncələrinizi təxmin eləyirəm hazırda. Nə düşünürsüz? Sualları necə işləyim ki, daha çox düzüm qalsın, cavabları necə atım? İndi mən sizə həmin üsulları, həmin yolları göstərəcəm ki, suallarla necə davranasınız ki, daha çox düzünüz qalsın. Deməli, lövhənin sol tərəfində sual kitabçası, sağ tərəfində isə cavab kağızı var. Nəzarətçi sizə kömək eləyəcək ki, ad soyadınızı, iş nömrəni necə yazmağı kömək eləyəcək. Diqqətlə nəzarətçiyə qulaq asırsınız. Daha sonra gəldiniz ki, sual kitabçasında suallara baxırsınız. Hansı sualları bilirsinizsə, ilk ondan başlayırsınız. Fərqi yoxdur. Birinci məsələn çətin misal ola bilər, siz onu keçirsiniz. Amma indi burada baxırıq ki, birinci sual nisbətən rahat işləyə biləcəyimiz sualdır. Aha. Yazırıq 8b-nin kubu bölünsün a-nın kvadratı. Vurulsun a-nın kubu 8b-nin kvadratı. 8 ilə 8 ixtisar getdi. B kubla B kvadratı getdi. A kubla da A kvadrat getdi. A, B hasili qaldı. İşarə edirəm C variantını. Hələ ki, mən hazırda sual kitabçasında işarələyirəm. Hələ cavab kağızına qeyd eləmirəm. Gördüyünüz kimi. Daha sonra baxıram. 2-dir, 3-dür, 4-dür. Oxuyuram, yəni ki, mən bunu yaza bilərəm, yaza bilmirəm. Sadə də görmürəmsə, keçirəm məsələn 5-ci sual nisbətən daha rahatdır. Ən rahat sualları ilk işləyin. Baxaq 5-ci suala. 1/12-də 5 bölünsün. Bax, mötərizənin içini hesablasaq bizə nə verəcək? -6-da 5 üstəgəl 6-da 4. Kəsirin əsas xassiyəsinə görə sürəti də məxrəci 2-yə vurduq ki, məxrəc 6 olsun. Bərabərdir. Bu 1/12-də 5-i düzgün olmaya kəsirə çevirərəm. 12-də 17 bölünsün -6-da 1. Daha sonra bu da bərabərdir. 12-də 17 vurulsun -6. Tərsinə çevrildi. -6 ilə 12 ixtisar getdi. -2-də 17. O da eləyir -8/5. D variantı. Tələsmədən bir-bir suallara baxıram. Daha sonra rahat yaza biləcəyim sualları axtarıram. Məsələn, 6-cı suala baxıram ki, yaza bilərəm. Sadə görsənir. Yəni, ilk öncə sadə misallardan başlayıram. Özümü yormuram. A5-i tapın deyir. A4, A5, A6-nın cəmi 27-dir. Ədədi silsilədən keçmişik ki, A4 ilə A6-nın cəmi A10 eləyir. 2-yə bölsək bunu, bizə verər A5-i. Bərabərdir A5. Yəni, A4 ilə A6-nın cəmi indeks olaraq 4 ilə 6-nın cəmi 10-dur. Onu 2-yə böləndə 5 eləyir. Yadınızda saxlayın. A4 üstəgəl A6 bölünsün 2, A5-i verir. İndi biz buradan A4 ilə A6-nı 2A5 kimi işarələsək, 2A5 üstəgəl 1A5 elədi 3A5 bərabərdir 27 olarsa, A5 9 olar. Cavab 9. Daha sonra baxıram ki, hansı misalları yaza bilərəm. Məsələn, 9-cu sual biraz rahat gəlir. Sinuslar teoreminə əsasən A bölünsün sinus alfa, B bölünsün sinus betaya bərabərdir. A-nı nə verir? 12. Sinus alfa nədir? 2-də 1, yəni sinus 30-da 2-də 1-dir. Bərabərdir. B bölünsün, B-ni vermir. B-ni istəyir bizdən. Sinus beta kök 3 bölünsün 2. Yəni sinus 60 dərəcədə kök 3 bölünsün 2-yə bərabərdir.
Tərəf-tərəfə ixtisar ola bilər. 12 bölünsün 1 bərabərdir B bölünsün kök 3. Rahat cavab ala bildik. 12 kökdə 3 olur. Bu da D variantı. Bu da sadə misallardan biri idi. Yaxşı. Məsələn, burada görsənir ki, 13, 11. Bunlar daha rahat yaza biləcəyiniz suallardır. Məsələn, 3 üstündə 4 üstəgəl x, bu sualdan söhbət gedir, bərabərdir. 9-u yazaram 3-ün kvadratı. Əgər əsaslar eynidirsə, üstlər də bərabərdir. 4 üstəgəl x bərabərdir 2, x bərabərdir -2 olduqda düzgün olar. Bunu da həll elədik. Keçirik növbəti sadə, rahat yaza biləcəyimiz misallara. Əgər çətinlik çəkiriksə, yaza bilmiriksə, o sualları ötürə bilərik. Çünki vaxt gedir. Baxaq 13-cü suala. 36 kiçik bərabərdir, x kiçikdir, 46 bərabərsizliyinin neçə natural həlli var? Biz bu misalları işləyəndə belə işləyirdik. Parça 36. Bu 46-nı almır da. 45-i alır amma. 45-i alır. 36-45 arasındakı natural ədədləri tapmaq üçün 45-dən 36-nı çıxaram. Üzərinə 1 gələrəm. 9, 10 dənə natural ədəd. Yaxşı, indi gəldik, çıxdıq bunların işarələnməyində. Məsələn, əmin isə işarə eləyə bilərik cavab kağızında. Amma yox ki, əgər dəqiq bilmiriksə, elə ən yaxşısı budur ki, ən sonda yazandan sonra yarım saat vaxt saxlayasınız ki, sonda cavabları köçürməyə də vaxt qalsın. Qapalı sualları işləyərkən, məsələn, 10 dənə sualdan 5 dənəsini yazmışam, amma 5 dənəsini yazmamışam. O 5 dənəsini, məsələn, yazdıqlarımı qeyd edirəm, variantları qeyd edirəm. Məsələn, birinci sualda mən B tapmışam cavab. Siz bunu mənim kimi kənara çıxmadan eləyin, çalışın ki, kənara çıxmasın. Aha, biraz böyüdək. Daha sonra 3-cü sualda məsələn D variantı tapmışam. 6-cı sualda A tapmışam. 8-ci sualda Y variantı tapmışam. 4 dənəsini yazmışam, digər 6 dənəsini məsələn saxlamışam. Digər 6 dənəsini onsuz da səhv düzü aparmır. Mən ona yəni istədiyim variantı ata bilərəm. Variant atanda elə variant atın ki, çətin variantlar olmasın. Məsələn, A atın, B, C, A ata bilərsiniz, B ata bilərsiniz. Məsələn, digər bütün variantlara eyni variant atıram. A atım. Bu da olur cavab atmaq yolu. Ehtiyatlı olun ki, məsələn, 3-cü sualı mən yazmışam da, o həmin 3-cü sualı 2 variant qeyd eləməyim. Onlara diqqət edin. 5-ci sualda A, 7-də A, 8-i qeyd eləmişəm, 9A və 10A. İndi gəldik açıq suallara. Açıq suallarda dediyim kimi, ya 0 ya da 1 qeyd eləyin. Məsələn, 0. 0 qeyd eləsəm, buradan 0-ı tapıram. Sıfırı qeyd edirəm. Daha sonra digər tapşırıqlarda da, açıq suallarda da eyni. 0-ı yazıram.
Məsələn, 13-cü sualda. Eyni ya 0 ya da 1. Daha sonra aşağıda 0-ı tapıb dairəvi şəkildə rəngləyirəm. Belə bu şəkildə. 19-25 sayılı test tapşırıqları cavab vərəqlərində cavablandırmaq lazımdır. Bu sualları necə işləyirik? Yəni, bunlar ətraflı cavab tələb edən suallardır. Bunları boş qoymamaq lazımdır. Məsələn, baxıram ki, biraz uzun mətnlərdir, amma yəni bildiklərimi yaza bilərəm. Oxuyuram, 19-cu sualı oxuyuram. Ox kəsiyi kvadrat olan. Məsələn, kvadrat çək bir dənə. Yəni, əsas odur ki, suala aid nəsə yazmağa çalış. Kvadrat çəkdin, tərəflərini qeyd elədin. Kvadratın 4 tərəfi bir-birinə bərabərdir. Bucaqları qeyd eləyirsən. Daha sonra silindir. Ox kəsiyi kvadrat olan silindirin həcmi. Məsələn, bir dənə silindir çəksəm, silindir necə olur? Bax, bu düzbucaqlı silindir oldu. Amma kvadrat olsa, belə olacaq. Aha, oturacaqları dairədir. Yazırsan ki, həcmi V bərabərdir 54 pi santimetr kubu. Hündürlüyü tapın. Hündürlük nədir? H bərabərdir sual.